gəlmişdir. Bu gün Beyləqan şəhərindəyik. Beyləqan şəhərində şəhidimiz Elgiz Rədinoğlu'nun il dönümünə 5 illiyinə gəlmişik. Ananın yanına, anaların yanına gəlmişik. Bu gün Elgizin timsalında bütün şəhidlərimiz Allah rəhmət etsin deyim. Ruh şad olsun. Allah sizə səbir versin bütün analara. Mən dünən 3 dənə təbrik edirəm. Dünən axırıncı təbrim gecə saat 1 idi. Sifariş etməmişdim. Orada bir şəhid evində bir ananın huzuruna getdim. Ana bir söz dedi, hələ ki ondan bəri şokdaymış, ayrılmamışım. Ana dedi ki, kaş övladım yaşayaydı, mənim gözüm kör oləydi, onun qoxusunu aləydim. Mən heç vaxt göz yaş tökməyəydim. Bu gün analar üçün çox ağır gündür, ağır işçidir, ana üçün. Allah heç bir evi çıraqsız eləməsin, heç bir evin şamın keçirməsin. Allah sizlərə dəyməsin, sizlər var eləsin. Siz analar şamsınız, nursunuz. Siz nə də yaşasanız balalarınız yaşayacaq. Allah sizin kimi analara bu dünyada dəyməsin. Ona görə ki, siz o qədər gözəl, nurlu, imanlı, Zeynəb ana kimi, Fatimə ana kimi qeyrətli bir anasınız ki, siz belə balalar yetişdirmişsiniz. Belə gözəl vətən uğrunda, belə şəhavət, gözəl nur analar yetişdirmişsiniz. Allah sizin balalarınıza rəhmət etsin dedim. Ruhlar şad olsun. Bu gün özümə mən bir boş bilib, Elgiz qardaşımın il dönümünə gəlib o da işləş eləməyə bir qürurla, fəxrlə, ananın huzuruna, ayağına gəlməyə bir qürur verirlər. Allah sənin balana rəhmət eləsin, ruh şad olsun. Allah yerin beşdirəsin. Mekanları cennet olsun. Allah səbrinizi versin. Allah hamınızdan razı olsun. Allah hamınızdan razı olsun. Allah